Şəriətdə necədir? Allahın dinində kim sənə bir yaxşılıq edirsə, sən onu neyləməlisən? Yaxşılıqla cavab verməlisən, hədisə əsasən. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizdən birinizə kimsə məruf, yaxşılıq, yaxud ehsan kimsə edərsə, neynəsin? Onun əvəzində o da yaxşılıq etsin. Şəriətdə budur. Allah subhanahu və teala nə deyir? Ehsanın mükafatı əvəzi, yaxşılığın əvəzi yaxşılıq deyilmi? Hədis də bunu deyir. Peyğəmbər sallallahu aleyhi və səlləm irşad edir ki, sən də yaxşılıq elə. Yəni, bir müsəlman qardaşın sənə yaxşılıq edib, qəlbinə fərəh, sevinç salıb yoxsa yox? Salıb. Yaxşılıq edəndə sənə qəlbinə fərəh gəlir, sevinç gəlir. Şəriətimiz Peyğəmbər sallallahu aleyhi və səlləm öyrədib ki, sən də müqabilində o yaxşılığın qarşılığında sən də ona yaxşılıq et, sən də onun qəlbinə fərəh gətir, sevinç gətir. Nəsə verib, misal üçün, hədiyyə. Sən də ona hədiyyə ver müqabilində. Hədisin mənası budur. Lakin sonra Peyğəmbər sallallahu aleyhi və səlləm bir, əgər nəsə tapmasa verməyə, neynəsin? Onun üçün dua eləsin. Bu hədisdir, sabitdir. Lakin həmin o duanın forması cəzəkallahu xeyran. Bu duada dua eləsin. Yəni, belə dua eləsin, yoxsa necə? Bir qrup alimlər deyiblər ki, bu barədə bir neçə hədis varid olub Peyğəmbərimizdən. Məsələn, Usame bin Zeydin hədisi deyir, ən yaxşı dua belə deməsidir, cəzəkallahu xeyran. Yaxud, məsələn, Ömər bin Xəttabın hədisində uzun hədisdir. Orada Peyğəmbər sallallahu aleyhi və səlləm belə irşad edir. Lakin bu hədislərin Peyğəmbər sallallahu aleyhi və səlləmə qalxması ki, ondan sabit olub bu söz yoxsa yox. Cəzəkallahu xeyran sözü Allahın rəsuluna qalxa bilir yoxsa yox. Bu alimlər arasında ixtilaflı məsələdir, hədisin hökmündən bağlıdır. Sabit olub yoxsa yox. Sabit olubsa, elhamdülillah. Lakin mənə gəlib çatana görə Allah daha doğrusunu bilir. Bu hədislər zəifdir. Peyğəmbərə qalxa bilmir. Lakin biz baxanda sələf imamlarının sözlərində, dilində bu sözün məşhur olduğunu görürük. Məşhurdur onların dilində bu söz, sələf imamlarının əksəriyyətinin, sahabələrdən tutmuş ta ondan sonra gələnlərə kimi. Məsələn, Useyd İbnül Xudeyr radiyallahu anhu Buxaridə keçir. Deyir, ən yaxşı dua cəzəkallahu xeyran etməsidir. Həmçinin Ömər bin Xəttabdan varid olub. İbn-i Əbi Şeybənin Musannəfində Ömər bin Xəttab deyir bunu. Cəzəkallahu xeyran. Hətta Ömər radiyallahu anhu deyir ki, İbn-i Xəttab deyir ki, siz bilsəydiniz bu duada, belə dua etməkdə nə var? Biri-birinizə bu duanı edərdiniz. Necə xeyirli bir duadır. Cəzəkallahu xeyran duası. Hər bir halda bu dua məşhurdur. Edilməsi müstəhəbdir. Edilməsi müstəhəbdir. Lakin Peyğəmbərimizdən nas olaraq onun sözündə gəlib yoxsa yox, bu alimlər arasında ixtilafdır. Hər bir halda bu gözəl dualardan hesab edilir. Cəzəkallahu xeyran. Yəni, kimsə sənə bir yaxşılıq edirsə, onun qarşısında, müqabilində sənin dua etməyin onun üçün cəzəkallahu xeyran. Allah səni xeyirlə mükafatlandırsın. Sən mükafat verə bilmədin, dua etdin ki, Allah səni xeyirlə mükafatlandırsın. Bu gözəl dualardan hesab edilir.